Ettik. Herkese salam. Salam. Salam Aynur xanım. Salam İlahi xanım. Xoş gördük sizi və Bütün əziz izləyicilərimizi salamlayırıq. Xoş gəlmisiniz bizim podkastımızda, yeni kanalımızda, yeni abu-havada. İnanırıq ki, hər şey yaxşı olacaq. bəli, bizim İlk günümüzdür, həyəcanımız çoxdur. bəli. Əslində bizim kanalımız, izləyənlər bilirlər ki, fərqli formatda fəaliyyət göstərirdi. Amma uzun bir düşüncədən və uzun bir araşdırmadan sonra dəyərli həmkarım, pedaqoq, araşdırmacı Aynur xanımın da təklifi ilə artıq kanalımızı tamam fərqli bir formatda davam etdirmək qərarına gəldik. Ümid edirik ki, sizlər üçün çox maraqlı olacaq. Düzdürmü Aynur xanım? Bəli, mən də inanıram. Əslində çox uzun müddət düşünürdük bunu İlahi Bəli, xanımla. bəli. İlham xanım mənim həm də dəyərlimdir, uzun illər rəfiqəsiyik, doğmamdır. Təşəkkürlər. Onunla bütün hər zaman fikir mübadiləsi aparırdıq, bütün mövzuların müzakirəsini onunla aparmışıq demək olar və düşündük ki, niyə bunu auditoriya içində etmirik, niyə Bəli. insanlarla fikirlərimizi bölüşmürük və Bəli. insanlar da bizə bəlkə nələrsə qatacaq. Bunun Bəli. üçün bu addımı atdıq. İnşallah ki, hər şey yaxşı alınır. Və düşünə bilərsiniz ki, niyə kanalımızın adı 2 qayə adına oldu və niyə oradakı rəng çalarlarını seçdik? Məncə bir insan müəyyən bir şeyi izləməmişdən öncə, müəyyən bir insanla tanışmamışdan öncə mütləq onu tanımalıdır. Düzdür Aynur xanım? Biz bu kanalın loqosunu niyə belə etdik? Niyə bu rəngləri seçdik sizcə? Buyurun, sözü Bir verək ilham sizə. mənbəyimiz var təbii ki. Aha, Elə bəli. belədən bu fikrə gəlmədik. Aha, A few moments later. aha. Dediyim kimi Ikigai kitabı bizə həqiqətən də çox böyük motivasiya oldu. Həm həyat tərzimizin dəyişilməyinə, həm düşüncələrimizin müxtəlif yöndə inkişaf etməyinə. Nəinki bizi, məncə bir çox gəncin həyatında müəyyən töhfələri olub və Bəli. loqomuzun da yaranma səbəbi, yolu elə bu üzrə də inkişaf elədi, belə deyərdim. İkimizin qərarı idi ki, belə bir ad yaransın. Ikigai özü nə deməkdir? Həyatda bir yaşama səbəbinin olması deməkdir. Yəni insan ilk öncə öz yaşama səbəbini, öz qayəsini tapmalıdır. Qayə sözü də bilirsiniz Azərbaycanda tərcümədə məqsəd deməkdir və düşündük ki, 2 qayə biz ikimiz bu işi görürük deyə 2 fikir, 2 söz, 2 düşüncə, 2 məqsəd, 2 yol mənasında belə bir yola çıxdıq. İnanırıq ki, bu yolda bizi tək buraxmayacaqsa, maraqlı fikirlərinizə bizlə bir yerdə olacaqsınız. Bəli. Və hətta bizim inşallah növbəti görüşlərimizdə çox dəyərli qonaqlarımız olacaq. Onlar da sizlərlə öz fikirlərini bölüşəcəklər. Təbii ki, bizim YouTube kanalımızın şərh bölməsi sizin hər birinizin fikirlərinə açıqdır. Videolarımızla bağlı fikirlərinizi, öz həyatınızla bağlı fikirlərinizi, yəni həyatdakı missiyanız, həyatdakı məqsədlərinizlə bağlı fikirlərinizi şərh bölməsində yaza bilərsiniz ki, təbii ki, hər birinizin fikirləri bizim üçün çox önəmlidir və həqiqətən də hər birinizin fikirlərini də tək-tək oxuyub mütləq şəkildə sizlərə geri dönüş edəcəyik. Ümumiyyətlə, biz bu kanalımızda təbii ki, növbəti podkastlarımızda fərqli mövzular olacaq, amma bugünkü mövzumuz məhz Yapon fəlsəfəsi ilə Azərbaycan fəlsəfəsini birləşdirmək. Müqayisə etməkmi deyim Aynur xanım, birləşdirməkmi deyim? Sizcə hansını desək daha yaxşı olar? Əslində ortaq cəhətləri də var, fərqli cəhətləri də Bəli. var. Hər ikisi şərq mədəniyyətinin təzahürü altında formalaşıb. Bəli. Amma birləşdirsək, bilmirəm. Əslində ayrı-ayrılıqda ikisi də gözəl mədəniyyətdir. Birləşdirə də bilərik, fərqli cəhətlərini deyə də bilərik. Situasiyaya baxarıq, yəni vəziyyətə baxarıq. Amma yəni ki, cəmiyyətlər arası fərqliliklər çoxdur, bunu demək olar. Bəli, bilirsiniz, əslində ikigai, yəni insanın həyatdakı məqsədi, missiyasını tapmasıdır. Aynur xanım da bu barədə çox gözəl məlumat verdi.
Və əslində bu mövzu nədən irəli gəlib? Yəqin ki, kitabı oxuyanlar aranızda varsa, fikirlərini bölüşsə çox şad olarıq. Oxumayanlar varsa, kitabı alıb oxusalar daha gözəl təbii ki, fikirlərini bildirə bilərlər. Kitabın Orda təsvirliyi, müəllifinin şəklini falan, hamısını orada bölüşərik biz. bəli, Yəni ki, biz danışsaq da ekranda bizim videomuz olmayacaq, səsimiz olacaq. Çünki biz insanlara öz səsimizlə, öz fikirlərimizlə təsir göstərmək istəyirik. Amma hansı ki məlumatlar paylaşırıq, o məlumatlar, vacib məlumatları biz ekranda paylaşacağıq ki, insanlar oradan bəhrələnə bilsin. Yəni götürən bəli, linklər də paylaşa bilərik, təbii ki, sizin istəyinizə uyğun olaraq. bəli. Bəli və orda məhz Aynur xanım tam mənim yadımda deyil, siz daha yaxşı bilərsiniz. Yaponiyanın bir kəndi var. Siz bilərsiniz hansı kənd idi? O mən tam olaraq xatırlaya bilmədim. Okinawa kəndi. Adasıdır əslində, Okinawa Bəli. adası. Bəli, Okinawa adasında yaşayan insanların üzərində uzun müddətli aparılan araşdırmalarda onların niyə daha uzun ömürlü və daha sağlam yaşadıkları üzərində bir müşahidə aparılır və bu müşahidənin nəticəsində məhz belə deyək ki, bu kitab ərsəyə gəlir. Mən düşünürəm ki, bizim Azərbaycanlı olaraq biz də kifayət qədər uzun ömürlü bir millətik. Məncə siz də məndən razısınız. Çünki həqiqətən Yəni də köklərimizdə bəli, bəlkə bəli, araşdırmalar aparılır, bilmirəm, aparılıbmı bilmirəm, amma bir çox müsahibələr eşitmişəm bu barədə ki, bəli var. Onların da yaşam tərzinə baxanda əslində elə ikiqay deyilən şeyləri görmək olur. bəli. Sadəcə biz onu öz həyatımıza adaptasiya edə bilmirik. İndiki yaranan vəziyyət imkan vermir buna, amma müəyyən dərəcədə o şəraiti özümüzdə yaratmalıyıq. Bəli. Yəni əslində onları birləşdirən ortaq cəhət mən düşünürəm ki, istər Azərbaycanda, istər Yaponiyada olsun, insanların daha çox təbiət qoynunda vaxt keçirməsi və birlik şəklində yaşamasıdır. İcma Baxın, forma, icma mədəniyyətidir bir bəli, növ. Yəni bizdə şərqli dövlətlər olaraq, şərq mədəniyyəti olaraq şərqdə emosiya güclü olur. Qohum bəli, bağlılığı, ondan sonra ailə bağlılığı deyə bilərik, dost birliyi, bir cəmiyyət olaraq, tayfa olaraq hər zaman mübarizə aparmağa, birlik olmağa həmişə meyilli meyilli olmuşuq. olmuşuq. Ona görə də tayfa mədəniyyəti məncə bütün şərq dövlətlərində öz inkişafını göstərir. Yəni bu Yaponiyada da görmək olur, Azərbaycanın özündə də görmək olur. Sadəcə işıq üzü görmək məsələsi var. Məsələn, bu kitab sahəsində biz oradakı vəziyyətlərin nə yöndə getdiyini görə bilirik. Çünki bunu Bəli, işıq üzünə çıxaran insanlar var. Amma Azərbaycanda bu nə vəziyyətdədir? Biz bunu görə bilmirik. Çünki bu haqqda danışıb işıq üzünə çıxaracaq insanlar azdır. Biz bəli, başqa qərb mədəniyyətinə çox meyl edirik deyə öz mədəniyyətimizdə olan yenilikləri və yaxud da qədimdən bizə gələn töhfələri, yaxşı şeyləri görə bilmirik. Yaxşı maraqlı məlumatları götürə bilmirik. Unutmuşuq bir növ öz mədəniyyətimizi, öz içimizdə olan birliyi, sevgini, emosionalı, nə bilim, bunları unutduğumuza görə məncə bəzən xatırlatmadır bir növ ikiqay, mənə elə gəlir. bəli. Bəli, həqiqətən də orda yəni baxın mən özüm uşaqlığımın çox hissəsini rayonda yaşamış bir insan olaraq deyə bilərəm ki, yəni indi də hal-hazırda da, yəni gedib gələn bir insan olaraq mən məsəl üçün çox həqiqətən diqqət elədiyim bir məqam var idi ki, doğrudan istər o Yaponiyadakı hansı ki o ikiqayinin yazılmasının səbəbkarı olan adada yaşayan insanların, istərsə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların birləşdirən ortaq cəhət nədir? Ki, bu həqiqətən də bizdə də var. Sadəcə sizin sözünüz üstünə gəlirəm ki, bunu bizdə işıqlandıran yoxdur. Mən düşünürəm ki, bəlkə biz də gələcəkdə rayonlarımızda müşahidə aparıb bunlardan bəhrələnərək Azərbaycan fəlsəfəsini ortaya qoyacaq yeni bir ikiqay yazdıq. Bunu da yəni gələcəkdə bəlkə də niyə də olmasın. Orada bir maraqlı məqama həmişə mən diqqət edirdim. Məsələn, Azərbaycanın şəhərlərində yaşayan insanlar müəyyən bir yaşa gələndə pensiyanı daha çox gözləyirlər.
Halbuki rayonda yaşayan insanların məşğuliyyətləri Bakıda yaşayan insanların məşğuliyyətlərindən qat-qat ağırdır. Bilirsiniz də, yəni fiziki cəhətdən onların işi bizdən daha çox, yəni yorğunluq yaradır onlarda. Amma Məncə bunu rayonda yaşayanlar, sözdə kəsirəm, rayonda yaşayanlar pensiya çıxmır. Şəhərdə yaşayanlar pensiya bəli, çıxır. Mənim həqiqətən düşüncəm bu. maraqlıdır ki, onlar şəhərdə yaşayanlar qədər ipindən çəkmirlər pensiya yaşını və onlara o qədər də maraqlı olmur. Halbuki onlar şəhərdə yaşayanlardan daha çox işləyirlər. Və niyəsə, məsələ, yəni onlar belə deyək də, bizim şəhərdə yaşayan insanlar pensiyanı alandan sonra daha çox tənbəlləşirlər. Amma rayonda yaşayan insanlar, məsələn, pensiya maaşını aldıqdan sonra belə də yenə də öz fəaliyyətlərinə heç almırlarmış kimi davam edirlər. Yəni sizcə bunu, yəni bu nəyə görə belə ola bilər? Bu məncə elə həmin Yaponiya ilə insanlarınla, orada yaşayan insanlarla Azərbaycanlıları birləşdirən ortaq cəhət deyilmi? Niyə məhz təbiətdə yaşayan insanlar üçün pensiya almaq və işi dayandırmaq maraqlı olmur? Aynur xanım, sizcə bu niyə Belə belə bir ola şey bilər? deyim. Bu kitabda hətta o qeyd olunub. Orada yazılıb ki, bir cümlə var, elə kitabın ilk səhifələrində var. Nə edirsiniz edin. Yəni mən o kitabı türkçə oxumuşam. Çünki yaşadığım yerə görə mən onu Azərbaycan Aha, dilində tapmadım. Ne yaparsanız yapın, emekli olmayın. Yəni nə edirsiniz edin, bəli, pensiya çıxın. bəli, Yəni çünki pensiya çıxmaq bir növ, yəni mən hərəkətdən qalıram, artıq heç bir şeylə məşğul olmayacağam. Mənim dönəmim bitdi, mənim həyat hekayəm bitdi bəli, və bundan sonra mən sadəcə ev, nəvələrim, öz ailəm, başa düşürəm. Əslində ailə ilə vaxt keçirmək, nəvələrlə vaxt keçirmək gözəl məşğuliyyətdir, amma bir müddət sonra bu da bir sıxıcılıq yaradır. Yəni insan özü ilə fəaliyyətdə olacaq bir iş tapmalıdır. Yəni bu da yenə hara gəlib çıxır? İkiqai. Təbiətdə yaşayan insanların həyatda yaşama səbəbi var. bəli, Amma təbiətdən uzaqlaşan insanlar məncə öz ikiqailərindən uzaqlaşırlar. bəli. Mən ümid edirəm ki, bu videodan sonra bizi linçləməyəcəksiniz ki, sizin bu danışığınızdan sonra pensiya yaşını qaldıracaqlar ki, insanların pensiya yaşına ehtiyacı yoxdur. Mən belə düşünmürəm. Sadəcə olaraq, yəni həyatımızda hansısa bir işi gördüyümüz zaman ondan pensiyaya çıxmaq xəyal edərək etməməliyik. Zaten insan yəni həqiqətən bir işi sevirsə, o işdən pensiya çıxmaqla bağlı bir fikirdə olmayacaqdır. Və mən düşünürəm ki, pensiya yaşını gözləmək və pensiya alaraq yaşamaq, heç bir fəaliyyətdə davam etmədən insanın yaşayaraq ölməsi kimi bir şeydir. Çünki ikiqainin girişində çox gözəl bir şey var ki, yəni o sözü çox bəyənirəm o cümləni ki, insan beyni, ümumiyyətlə insan fəaliyyətdə olduğu müddətcə yaşayır. Yəqin ki, ikiqaini oxuyanlar yəni bilirlər ki, giriş hissədə bu cümlə çox gözəl. Bəlkə də tam orada olduğu kimi demədim, amma yəni insanın yaşaması üçün, hərəkətdə olması, İlmə gəlib çıxır. bəli, yaşaması üçün fəaliyyətdə olması vacibdir. Yəni həyatda boşluq insanı məhv edən, qocaldan, motivasiyasını öldürən ən önəmli faktordur. Yəni bizə Biz demirik ki, pensiya yaşını qaldırsınlar, biz demirik pensiya bəli, alaq, pensiya da lazımdır, əziyyətimizin bəhrəsidir. təbii Amma ki, pensiya aldım deyə mən bütün fəaliyyətimi dayandırım ki, bəli, mənim artıq bizdə bir anlayış var. Mənim o yaşım deyil. bəli, hansı düzdür. Hansı yaş? Yəni o yaş nəyə deyilir? Harda bitir axı bizim yaşamımız? 60 yaşı artıq mən 60 yaş əslində qocalıq yaşı deyil heç bir dünyada. Bu bir yeganə bizdədir ki, biz 60 yaşı qocalıq yaşı kimi görürük. Yenə yəni bir şüar eləmirik. Həqiqətən Təbii ki. yeməsə yaşını. Bəli, yəni bilirsiniz, yəni insanlar pensiyaya çıxdıqdan sonra belə orada məsəl üçün göstərirlər ki, onlar yenə kənd təsərrüfatından məşğul olurlar, bağlarında nələrsə əkirlər, hətta orada yəni qeyd olunur ki, həftənin müəyyən günlərində görüşürlər, rəqs edirlər, bayramlar keçirirlər və ən önəmlisi birlik halında edirlər. Yəni orada və rayonda da biz bunu görürük ki, həqiqətən kiminsə evində nəsə olmayanda sən ona gedib deməsən də, o bütün evində olan hər bir şeyi bəlkə də axırıncı qədərinə qədər gətirir sizə verir. Yəni biz bunu rayon yerlərində görürük. Və mən Əslində daha yerlərdə mən bunu yaşamışam. Öz evimizdə də, bəli, qonşu mədəniyyətini də
Evimizdə çörək bitib, amma qonşuda da bitib. Gəlib bizdən istəyib. Həmin gecə biz o çörəyi Bəli, yeməmişik, qonşuya vermişik. Yəni bu birlik. əslində çox yaxşı bir mədəniyyətdir. Bizdə var. Köklərdən, yəni keçmişə gedib dayansaq, bu bizdə olub, formalaşıb. Sadəcə son dönəmlər, son 5 ildir, sanki insanlar bir-birindən çox soyuqlaşıb, itir, Təbiətdən yəni dəyərlərimiz itir. Mən də əslində bu kitaba dayanaraq dəyərlərimizin itməməyini arzulayıram. Əslində ilahə deyirik, biraz da reallığa dayanaq. Məsələn, deyirik ki, insanlar ancaq pensiyaya, çünki insanlar xəyallarındakı işdə işləmirlər. bəli, missiyalarını tapmayıblar İstədikləri çünki. yerdə ola bilmirlər. Bəzən o qədər maneələ rastlaşırlar, bezirlər həyatdan. Yəni ki, bəlkə də çox yaxşı təhsilləri var, bir neçə diplomları var, neçəsə dil bilirlər, amma istədikləri nöqtədə ola bilmirlər. Bu günümüzün ən böyük problemidir. Gəncliyin ən böyük problemidir ki, hətta buna görə xaricə köçürlər, çünki xaricdəkilər daha yaxşı dəstək verirlər. Əslində bizim cəmiyyəti o şeydən də qınamaq olmur. Çünki hər kəs kənddə qala bilmir. Çox kənddəki, Düzdür. məsələn, insanların çoxu gəlir şəhərə. Şəhərdə hər kəs iş tapa bilmir. İş tapan da 300-400 manatla müəyyən nöqtəyə gəlir, artıq yorulur. Çünki sevmədiyi bir işdədir. Nə qədər işləyə bilər ki, insan sevmədiyi bir işi nə qədər görə bilər. Düzdür. Hətta Ikigai kitabında belə bir cümlə var. Deyir ki, siz öz işinizi görəndə, əgər bir işi sevirsinizsə, o işi görürsünüzsə, zamanın necə keçdiyini bilməyəcəksiniz ki, Düzdür. zaman necə keçib. Doğrudur, Amma həqiqətən. istədiyiniz bir işdə sizə bir dəqiqə belə bir saat kimi gələcək. Sevmədiyiniz bir işdə. Ona görə insanlar pensiya yaşını ip kimi dartırlar ki, bu bitsin də, bitsin Bəli, bu. bəli. Mən Bəli, çox gözəl qeyd elədiniz ki, mən də belə düşünürəm ki, pensiya yaşı, pensiya insanın istirabının sonu kimidir bizdə. Çünki bizdə hə. Yəni bəli, bizim bəli. cəmiyyətdə hə. Yəni mən çox istərdim ki, bilirsiniz necə, gənclər, təbii ki, biz özümüz də qoca deyilik, yəni biz də gənclər sırasındayıq hələ ki. Yəni biz də gec anladıq. Bunu deyə bilmərik ki, biz də gənc yaşda olanda öz missiyamızı, ikiqayımızı tapmışdıq. Yox. Xeyr, biz indi məsəl üçün 25 yaşdan sonra öz ikiqayımızı tapdıq ki, əslində bizim həyatdakı məqsədimiz nədir? Amma yəni indiki dövrdə gənclərə motivasiya verəcək, dəstək verəcək xeyli kütlə var və mən düşünürəm ki, bizim dövrümüzə baxanda indiki gənclərin oyanış ehtimalı daha çoxdur. Mən düşünürəm şəxsən bizim vaxtımızda bizə bu qədər motivasiya verən, qarşımıza bu qədər gözəl videolar, fikirlər çıxan yerlər olsaydı, bəlkə də biz indi fərqli-fərqli, məsəl üçün yerlərdəydik. Ona görə də mən çox istəyərəm ki, gənclər universitetə qəbul olmamışdan öncə, ümumiyyətlə hazırlığa da getməmişdən öncə, oxumamışdan öncə öz həyatdakı işlərini fikirləşsinlər ki, mən harda xoşbəxt ola bilərəm. Çünki inanın ki, xoşbəxt olursunuz, oradan çox yaxşı gəlir də götürəcəksiniz. Bu çox önəmlidir. Çox Universitet önəmlidir. oxumaya da bilərsiniz. Amma öz istədiyiniz işi tapmalısınız. Harda olmaq istəyirsiniz, onu tapmalısınız. Vacib deyil. Bizə onu yeridiblər ki, universitet, ailə həyatı və bu sıra belə getsin. Amma belə deyil. Sıranı pozmaq, qanunlar yaranıb pozulmaq üçün o Bəli. sıra pozulmalıdır. İstəklərinizə getmək üçün o sıranı poza bilərsiniz. Müəyyən limitlər çərçivəsində təbii ki, öz istəklərinizi dilə gətirib öz sözlərinizi deyə bilərsiniz ki, mən harda olmaq istəyirəm və özünüzə deməlisiniz. Bunu başqasına yox. Bunu heç kim sizin üçün etməyəcək. Bunu özümüz üçün özümüz yaratmalıyıq. Öz azadlığımızı, öz sərbəst həyat tərzimizi, düşüncə tərzimizi inkişaf elətdirməliyik. Özümüzü tanımağı bacarmalıyıq və ikiqayımızı tapmalıyıq. Mən niyə yaşayıram? Məsələn, İlahi, sənə bir sual. Sənin səhər tezdən oyanma səbəbin, ikiqayın nədir? Mən dediyim kimi biz bunu da gənclər kimi yox, bunu gec yaşda dərk elədik. Mənim öz sahəm, yəni məni bu kanaldan tanıyanlar bilirlər ki, məktəbə qədər sahə iləndir, yəni uşaqlarla işləyirəm. Uşaqlarla bərabər eyni zamanda böyük insanlarla da, yəni kütlə olaraq işləyirəm və mən səhər oyananda bu gün insanlara necə fayda verəcəm onu düşünürəm. Mənim məsəl üçün həyat ikiqayım budur. İnsanlara necə fayda verə bilərəm? Siz necə, bəlkə də
hansısa bir çətinlikdə olan insana bir sözümlə necə dəstək ola bilərəm, necə işıq ola bilərəm, hansısa bir uşağın qəlbinə necə toxuna bilərəm ki, onun gələcəyi işıqlı olsun. Yəni mən artıq istiqamətimi psixoloji sahədən insanlara dəstək olacaq istiqayədə tapmışam. Bəs siz necə fikirləşirsiniz bu sahədə? Yəni İnars o qədər o sualı sənə yönləndirdim çünki özümdə çox əziyyət çəkəcəm cavab verməyə. Dedim bəlkə sən mənə qaytarmarsan. Aha. Yəni ki, mən öz ikiqayımı çox çətinliklə tapdım. Deyə bilmərəm, çox asan da oldu və hər dəfə tapdığımı düşünürdüm və gördüm ki, yox, tapmamışam. Yəni yalandan Bəli, özümü aldadıram. bəli, bəli. 1 ildir, 2 ildir demək olar ki, mən ikiqayımı tapdım. Mən də psixologiya üzrə inkişaf elətdirmək istəyirəm öz təhsilimi bu arada. Və mən məktəbəqədər sahədəyəm, artıq 10 ildir. Bu sahədə işləyirəm, müxtəlif yerlərdə işləmişəm, müxtəlif kollektivlərdə olmuşam və etiraf edəcəm ki, bəzən demişəm ki, bəlkə mən sırf psixologiyanı seçim, böyüklər üzrə işləyim, bunu düşünmüşəm. Amma hara getmişəm, uşaqlar məni çəkib bir enerji kimi. Böyüklərdən daha çox uşaqlar çəkib. Və mən son 1 ildə başa düşmüşəm ki, mənim ikiqayım o uşaqların baxışında olan işıqdır. Bəli. Hər gün o gözlə baxaraq, o işığı görərək mən nəyisə kəşf edirəm. Mən başa düşürəm ki, qaçdığım yer əslində mənim olmalı olduğum yerdir. Çünki sizin ikiqayınızdır ora. Sevilməm yerdir. Hə. Və mənim ikiqayım o oldu. Uşaqların gözlərindəki işıq ki, hər səhər mən onları görürəm və onlar mənə mütləq ki, nəsə qatır. Hər gün yeni bir şey qazanıram. Səbr etməyi öyrənirəm, birliyi öyrənirəm. Bir çox şeylər öyrənmişəm uşaqlardan. Dürüst olmağı öyrənmişəm. Yəni uşaqlar əslində insana çox şey qatır və Bəli. mənim ikiqayım bu cür formalaşıb. Və səninlə eyni yoldayıq onsuz da psixologiya sahəsində gedirik. Bəli. İnşallah ki, bundan da yaxşı yerlərə gəlib çıxacağıq təbii ki, təhsil İnşallah. baxımından. Siz bunu Amma fikir baxımından necə yaxşı yerdəyik. təbii ki, yəni siz necə? Yəni mən belə düşünürəm, yəni burada bizi dinləyənlərə ki, indi sual verə bilərlər ki, bəs biz necə öz ikiqayımızı tapaq ki, bizim həyatdakı missiyamız nədir? Bilirsiniz, yəqin ki, Matrix filminə baxanlar olub aranızda, orada çox gözəl bunu qeyd eləyir ki, biri var bizə yazılmış, geyindirilmiş paltar, bir də var o paltarın əsl altında olan əsl kimliyimiz. Mən özümdə necə kəşf elədim bunu desəz, məsələn, hər səhər yuxudan oyanın, işə gedirsiniz də. İşə gedən zaman özünüzə bir 10 dəqiqə yerinizdə uzanaraq sual verin ki, mən həvəslə ora gedirəmmi? O anda hiss eləyəcəksiniz ki, siz ora həvəslə gedirsiniz, yoxsa yox. O yolu gedəndə yolunuzun istiqamətini düşünün ki, mən hara getsəm daha xoşbəxt olaram. Yəni bu yol məni hara aparsaydı, mən ora məsəl üçün sevə-sevə gedərdim. Məsələn, mən yəni dediyim kimi mən düzdür işimi sevirəm, uşaqları çox sevirəm, amma baxırdım ki, yəni yox da, o deyil. Mən həmişə yolumu gedəndə düşünürdüm ki, böyük bir konferans salonuna gedirəm. Orada məni izləyən çox gözəl insanlar var. Onlara çox gözəl məlumatlar verirəm. Həyatlarına toxunuram, gözlərində bir işıq yaradıram. Mən məsəl üçün bunu görürdüm həmişə yolumun aparacağı yerdə. Və ona görə də mən hətta işimdən də ayrıldım və artıq öz ikiqayım istiqamətinə daha çox çalışmağa çalışdım. Çünki pensiya yaşını belə deyək də gözləmək istəmədim. Düşündüm ki, mən də yoxsa pensiya yaşını gözləyəcək, iplə çəkəcək insanlar sırasına qoşulacağam və düşünürəm ki, pensiya verməyəcəm. bəli, yəni fikirləşdim ki, mən artıq o şeyi gözləyən bir insan olaraq burada da sizlər üçün nəsə bir məlumat ötürə bilməyəcəm, təəssüf ki. Ona görə də həqiqətən də həm mədəniyyət olaraq, həm insanlıq olaraq mən düşünürəm ki, Azərbaycan xalqı çox mərhəmətli, çox düşüncəli bir xalqdır. Sadəcə təbii ki, bütün dünyada yaşam şərtləri bəzən insanları özlərindən uzaqlaşdıra bilir ki, bu hər kəsdə belədir. Çünki maddi problemlər, ailə, digər problemlər bəzən insanın özünlə məşğul olmasına imkan vermir ki, biz də onların içərisindəyik təbii ki, amma buna baxmayaraq mübarizə aparıb öz ikiqayəmizin üzərində çalışmağa Məcburiyyətlər insanda yeni fəaliyyətlər yaradır.
Bir Həqiqətən. şeyə məcbur olursunuzsa, deməli oradan yeni fəaliyyət çıxacaq. Mən bunu özümdə kəşf eləmişəm. Bəli. Və bir şey də var, İlahə düzgün qeyd elədi. Bir yerə gedirsin, hər səhər oyanın. Əgər o yerə gedəndə ürəklə gedirsinizsə, deməli sizin həqiqətən də artıq həyatda yaşama məqsədiniz, səbəbiniz məlumdur və vacib deyil ki, bu iş olsun. Bəzən Bəli. deyirlər ki, sırf iş olmalıdır. Yox. Övladınıza baxmaq belə sizin həyatda ikiqayınız ola bilər. Ən Həvəs. sevdiyiniz çayı içmək belə sizin ikiqayınız ola bilər. Ən sevdiyiniz filmə baxmaq belə, Bəli. hansı xoşladığınız parka getmək, dostlarınızla ünsiyyət qurmaq, siz öz daxilinizdəki ruhla danışmaq, o enerjini hiss eləməz ki, siz hansı anda daha xoşbəxtsiz. Əla, çox gözəl qeyd elədiniz bunu. Və ola bilər Həqiqətən. işdən razı deyilsiniz. İşdən razı olmayanda həmin an oradan təbii ki, çıxmaq mümkün deyil. Mən bu gün işimdən razı deyiləm, çıxım oturum. Təbii ki, indiki maddi durum, şərtlər buna Bəli. uyğun vermir, şərait yaratmır. Düşünməz ki, mən nə edə bilərəm ki, hansı fəaliyyətdə özümdə inkişaf elətdirə bilərəm ki, mən istədiyim yöndə inkişaf eləyim, orada formalaşım, daha sonra bu işimdən ayrılım. Amma hətta həmin işə ikiqayınızın özünü belə gətirə bilərsiniz. O işdə Əlbəttə, o da onu da mümkün. bəli içinə qata bilərsiniz. Baxın məsələn, mən tam xatırlamıram harda rastlaşmışdım bundan. Bir xanım dərzi idi. Onun çox gözəl rəsm qabiliyyəti var idi. Və amma işləmək məcburiyyətində idi, çünki o boşanmış bir qadın idi, 2 övladı var idi və onu saxlamalı idi. Hardan xatırlayıram bilmirəm, amma yəni gördüyüm, eşitdiyim bir hadisədir. O xanımın çox gözəl rəsm qabiliyyəti var idi və siz təsəvvür edin ki, o paltarların üzərində maşından çox gözəl, bilirsiniz də bu güldür falan da belə şeylər tikirdi. Və o deyirdi ki, mən düzdür, dərziliyi o qədər sevmirdim, maddiyyatdan dolayı işləyirdim. Amma onun içinə artıq rəsm qarışanda mən onu sevərək etməyə başladım. Çünki məndə doğuşdan, yəni rəsm bacarığı çox yaxşı idi. Oxumaq istəyirdim, sadəcə rayonda yaşayırdıq deyə maddi durumumuz imkan vermədi, oxuya bilmədim, amma mənim ürəyimdə o hiss qaldı. O dərziliyin içinə rəsmi gətirmişdi. Təsəvvür edin ki, sevmədiyi bir sahənin içinə sevdiyini gətirərək o işinlə məşğul olub həm evinə qazanc aparırdı, həm də sevdiyi bir işlə məşğul olurdu. Bunun özü də çox gözəl bir şeydir. Motivasiya edir. Yəni sevdiyi işləri öz həyatına inteqrasiya Motivasiya etmək etmək. bəslənir. Bəli, yəni motivasiyamızı bəzi məcburiyyətlərimizə sevdiyimiz şeyləri qataraq özümüzə motivasiya yəni verə bilərik də, missiyamızı daha yaxşı Kiçik şeylərdən xoşbəxt olmaq əslində, ən kiçik şeylərdən xoşbəxt olmağı bacarmalıyıq. Hətta burada belə bir şey var. Yazı kitabda qeyd edilmişdi ki, məsələn, orada niyə uzun ömürlü və bu qədər sağlam, xoşbəxt yaşayırlar insanlar? Məsələn, təbii ki, iqlimin təsiri, qidanın təsiri, Bəli. bol-bol su içirlər, tərəvəzlər qidalanırlar, yaşıllıqla qidalanırlar. Daha sonra otlar xüsusilə. qablarını balaca tuturlar. Orada onu oxuyanda çox maraqlı gəlmişdi mənə. Yedikləri qabları kiçik, məsələn, kiçik qablar qoyurlar 5-6 dənə, amma ümumi toplasaq bir porsiyalıq yeməkdir. Sadəcə göz doyur, göz doyduqca mədə də doyur. Bəli. Psixoloji bir şey. Bəli, bəli. Və bunun nəticəsində həm az yemiş olurlar, amma düşünürlər ki, psixologiya beyni aldatmış olurlar ki, mən artıq öz yəni ki, normalı yemişəm və çalışırlar ki, mədəni 80%-dən çox doldurmasınlar. Əslində bunu biz hesablaya bilərik, mənim mədəm neçə faiz doldu. Ən azı hiss etməlisən ki, sən harda dayanmalısan. Düzdür. Bundan Doğrudur. sonra yenə sual verdilər. Tək budurmu? Yəni iqlim, yemək, çay, su, bunları başa düşdük. Bunları edək. Tək bu deyil amma. Baxırlar ki, orada kitabı yazanlar da deyir ki, araşdırmalar göstərir ki, əgər həyatda məqsədini tapırsansa, yəni sağlıqlı qidalar belə səni bu həyatda xoşbəxt etməyəcək. Mütləq ki, həyatda bir məqsədin olmalıdır. Və orada hətta yardımlaşmağı da xüsusi vurğulayırlar ki, insanların bir-birinə yardım etməsi. O çox gözəldir orada və maraqlıdır ki, o kənddə yaşayanların əksəriyyəti qoca insanlardır, yaşlıdırlar. Yəni gənc nəsil yoxdur orada. Və onlar yəni orada bir-birlərindən çox gözəl yardımlaşırlar. Orada hətta bir yerdə həftədə bir bayramlar qeyd edirlər, bir yerdə yığışırlar, deyirlər, gülürlər.
Yəni, bunu belə deyək də, bugünkü görüşümüzü belə yekunlaşdırası olsaq, həyatda uzun ömürlümü yaşayaq, xoşbəxtmi yaşayaq? Təbii ki, xoşbəxt, uzun ömürlü olmağı istəyərik. Zaten həyatda xoşbəxtlik, çətinlik məncə daim olan bir şey deyil, anda tutmaq lazımdır. Yəni nə xoşbəxtlik əbədidir, nə bədbəxtlik əbədidir. Bir-birini belə deyək də, sinxron şəkildə izləyən bir şeydir. Yəni həyatdakı missiyamızı tapmaq, səhər gözlərimizi Evet. açanda gedəcəyimiz yerə sevərək getmək, sağlam qidalanmaq, yardımlaşmaq və hansısa bir yaşda özümüzə qırmızı xətt çəkib artıq dincələcəm anlayışından çıxmaq. Ola bilər, bəlkə də Dayanmamaq, hərəkətli bəli. olmaq hər zaman, hərəkətli. Siz ola bilər, yəni həyatımız boyu ağır bir işlə məşğul oluruq və təbii ki, artıq orqanizm də yorulur. Yəni bizdən belə götürsək, amma ən azından pensiya yaşına çıxdıqdan sonra belə bir ağac əkmək gündəlik, bir gülü suvarmaq, nə bilim gəzintiyə çıxmaq. Bunun özü belə fəaliyyətdir. Biz elə fikirləşirik ki, mütləq fəaliyyət deyilsə, ancaq nəsə etməliyik, bişirməliyik, düzəltməliyik. Xeyr. Fəaliyyəti işə bağlayırıq da, iş Bəli. görməliyik. Yox, bir hobbi yaratmalıyıq özümüzdə. Boş Hobbi. qalmamalıyıq. Boş qaldıqca adi crossword işləmək özü bir Bəli. beyni inkişaf elətdirən bir gimnastikadır bir növ. Bunun belə Bəli. bizim beynimizə böyük təsiri var. Beyin heç vaxt yorulmur, beyin heç vaxt qocalmır. Nə qədər ki biz o beyni fəaliyyətdə saxlayırıq, Bəli. O beyin qədər. hər zaman cavan qalacaq. Beyin cavan qalanda ruh da cavan qalır. Ruh cavan qalanda fiziki baxımdan aktivliyimiz də yaxşılaşır. Bunun hamısı bir-biri ilə daha çox qəşəngdir, sinxron şəkildə gedir. Həyatla bağlılığımız da belədir əslində. Yəni mən düşünürəm ki, bugünkü qısa söhbətimizi uzatmaq istəmirik. Yəni biraz sizin üçün Axı bu sualı maraqlı verin, qalsın. Layla, bu sualını bağlayaq. Olar. Buyurun. Aylin Yox, bu xanım. qədər xalqdan danışdıq, öz millətimizin müzakirə apardıq, inteqrasiya, Yaponiya, Azərbaycan kəndlərindəki vəziyyət və yaxud da ki, indiki dövr zamanənin gənclərinin iş həyatı, əməkli həyatı və səncə ikigai anlayışı bizim mədəniyyətimizdə hansı formada görsənir, ümumiyyətcə varmı? Məncə var. Təbii ki, bir sivilizasiya yaşayırsa, orada deyə bilmərik ki, hər kəs ancaq çalışır. Mən düşünürəm ki, öz ikiqaisini, öz missiyasını kəşf edən insanlar da kifayət qədərdir. Mən istəyərdim bu sualın cavabını bizim izləyicilərimiz yazsınlar ki, Çox gözəl olar. görək, bəli, bizim Bəli, insanlarımız siz bəlkə də kimlərsə tapıb yazacaq. Bəlkə də bu videodan sonra kimlərsə düşünüb tapıb sonra yazacaq. Bəlkə də kimlərsə hələ Bizə tam maraqlıdır. düşünəcək. Mənə çox maraqlıdır ki, hətta çox istərdim ki, şərh bölməsində öz ikiqainizi, missiyanızı yazanda yanına belə bir şey də qeyd eləyəsiniz ki, mən tapmışdım, buydu. Mən tapmağa çalışıram, mən tapdım. Bu sözləri yazaraq ikiqailəni yazsalar bizim üçün çox maraqlı olar ki, görək nə qədər insan özünün fərqindəymiş, nə qədər insan fərqində oldu və nə qədər insan özünü tapmağa çalışır. Necə Fərqində fikirdir olacaq. sizcə? Bəli. Yəni bu sualı müzakirə sualı kimi qeyd edirik sonda. Şərhlərdə fikirlərinizi gözləyirik. Videonu qısa tutmağa çalışırıq. Bəli. İnşallah ki, digər videolarımızda daha maraqlı mövzulara sizin qarşınızda olacağıq. Sadəcə bizi izləyin, şərhlərinizi bildirin, fikirlərinizi bildirin. Sizin Və- maraq dairənizdə bizim maraq dairəmizlə mütləq ki, eynilik təşkil eləyəcək. Və həqiqətən də həyatınızın ikiqaisini tapmadan bu dünyadan köçməyin. Həqiqətən də mütləq, yəni fərqi yoxdur. Bu 60 yaşda ola bilər, bizi dinləyən ola bilər, 70 yaşda da ola bilər, 20 yaşda da ola bilər. Amma həqiqətən də həqiqətən həyatda ikiqaisini tapıb ölən insanlar həqiqətən yaşayıb ölən insanlardır. Həqiqətən. Xoşbəxt yaşayıb, xoşbəxt dünyadan köçən insanlardır. Bəli. Bilirsiz, biri var yaşayıb ölmək, bir də var həqiqətən yaşayıb ölmək. Yəni həqiqətən yaşayıb ölmək lazımdır. Ona görə də bizə də maraqlıdır fikirləriniz.
şərh bölməsində mütləq yazın və görək ki, həqiqətən də bizim insanlarımızın həyatdakı missiyaları nələrdir. Bu qədər əziz izləyicilərimiz, ümid edirik ki, sizlər üçün balaca bir işıq da olsa yandıra bildik. Təbii ki, bu kitabın içərisi haqqında çox danışa bilərik. Məncə alıb özünüz oxusanız Arzu, daha kitabda çox maraqlı məlumatlar var. Alıb oxumanızı bəli. tövsiyə edirəm, əgər oxumamısınızsa. Təbii ki, bu bir kitab Mütləq reklamı alın. deyil. Bizim yəni heç Yox, bir yox, təbii ki. ə, Sadəcə biz öz fikirlərimizi bölüşürük. bəli, Heç bir reklam almamışıq. Reklama ehtiyacı olmayan bir kitabdır bəli. ümumiyyətcə. Dünyaca tanınır, sevilir, bir çox dilə tərcümə olunub. Çox maraqlıdır. Məncə alın, oxuyun, əgər oxumamısınızsa. Oxumayanlara da tövsiyə edin. Yəni birbirimizlə bölüşək, inteqrasiyada qalaq, müzakirələr aparaq. Məncə Bəli, bu bizi həm özümüzü də inkişaf elətdirəcək. İlahə, məncə biz də yeni fikirlər əldə bəli. eləyəcəyik insanlardan, öyrənəcəyik nələrsə. Bizim də öyrənəcəyimiz çox şey var həyatda. Təbii ki, insan hər zaman fəaliyyətdə qalmalıdır. Çox sağ olun Aynur xanım, sizə də təşəkkür edirəm. İzləyicilərimizə də Mən təşəkkür də təşəkkür edirik. edirəm İlahə xanım. Gələn videolarda görüşənə qədər özünüzə yaxşı baxın, ruhunuzu gənc saxlayın. Sağ olun. Sağ olun, sağ olun. Sağ olun.